siqaret tərgidəm. Tərk etməyə suyu artırmağa çalışıram. Kofeini də azaldacağam. Sadəcə suyu artıracağam. Bol su içmək, idman, siqaretsiz həyat. Bunu istəyirəm. Umarım heç kim də yoxdur. Tək pis alışqanlığım siqaret idi. Onu da artıq ataraq insanlara daha yaxşı örnək olmaq istəyirəm. Bir motovloger olaraq, bir Azərbaycanlı bir bloger olaraq insanlara yaxşı örnək olmaq istəyirəm. Və mən əslində çox günahkar hiss edirdim. Siqaret çəkdiyimə görə səsimiz videolarda düşür falan. İnsanlara bu cür örnək olmaq istəmirəm. Əsasən də gənclər izləyir. Ona görə yaxşı olacaq. Azərbaycanda tanınana qədər motovloger olaraq tanınana qədər video çəkirəm. Gün bir videosundan artıq bu yerlərə gəlmişiksə, eyni zamanda insanlara düzgün örnək olmaq lazımdır. Belə düşünürəm. Ona görə hər keçən proses, hər şeyi birlikdə dəyərləndirəcəyik və birlikdə pis şeylərin qarşısını alıb yaxşı şeyləri artıracağıq. Sudan davam. Yəni də gün 1-dir, gün 30-a qədərdir. 3 ayın tamamında da artıq tamamilə tərk etmiş olursan, bədəndən tamamilə silinmiş olur. Hamısını bir yerdə yaşayıb gedəcək.